Ölkə üzrə pensiyaların verilməsinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı Qafqaz İnfoya açıqlamasında bildirib ki, bir neçə gün ərzində pensiyaların bütün ölkə üzrə verilməsi tam təmin olunacaq. Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı sərəncamına uyğun olaraq Dövlət Statistika Komitəsinin verdiyi məlumat əsasında aylıq nominal əmək haqqının artım tempinə əsasən pensiyaların artırılması təmin olunub. Dövlət Sosial Müdafiə Fondu artıq bu prosesi icra edib. Yanvar ayında artım məbləği daxil olmaqla pensiyalar əhalinin hesabına köçürülüb. Azərbaycanda din xadimi olan qadınlar bu ildən maddi dəstək alacaqlar. Qafqaz İnfo xəbər verir ki, bu barədə dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmailov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Burada qadınların din xadimi təyin olunmasından söhbət getmir. Çünki İslam dininə imam qadın təyinatı mümkün olan şey deyil. Amma İslam dünyasında ilk dəfə Azərbaycanda bir nümunə tətbiq edilib. Şeyxülislam Allahşükür Paşazadənin müavinlərindən biri qadındır. Bizdən sonra Türkiyə Diyanət İşləri Başkanlığında da müavinlərdən biri qadın oldu. Məscidlərdə fəaliyyət göstərən dini icma sədri olan xanımlarımız da var. Həmin xanımların arasında bu ildən etibarən maddi dəstək alacaq şəxslər olacaq. Bu istiqamətdə işlər gedir. Rusiyada çeçenlərlə Azərbaycanlılar arasında yaşanan insident barədə Çeçenistan rəsmisi də açıqlama verib. Qafqaz İnfo xəbər verir ki, Çeçenistanın Mətbuat İnformasiya naziri Canbulat Umarov Azərbaycan prezidentinin ictimai-siyasi məsələləri üzrə köməkçisi Əli Həsənovun olayla bağlı açıqlamasına münasibət bildirib. O, Çeçenistan rəhbərliyinin fevralın 14-ü baş vermiş olaydan məlumatlı olduğunu, münaqişənin təfərrüatlarının aydınlaşdırıldığını deyib. Biz davanın səbəbkarlarını axtarırıq. Baş vermiş hadisəyə görə təəssüf edirik. Qeyd edək ki, Əli Həsənov hadisə ilə bağlı açıqlamasında Azərbaycan və Çeçen xalqları arasında əlaqələrin tarixi sınağından çıxdığını və nümunəvi xarakter daşıdığını qeyd etmişdi. Ассаламу алейкум, о достойнейшие сыновья Кавказа. У меня к вам всего один вопрос. Неужели мы допустим, чтобы сегодня ядовитая змея недоверия, распри и фитны вползла в наш с вами теплый дом, который оставили нам наши благородные предки, в наш с вами благословенный Кавказ? Неужели она подло укусит нас и превратит в безжизненный прах, сделает нас ничтожными, сделает нас недостойными наших с вами отцов и дедов? Неужели мы не сохраним тот гранит великого братства,